Son zamanlar bank kartlarından küllü miqdarda vəsait uğurlanır. Uğurluq əsasən Kapital Bankın kartlarından edilir. Vətəndaşlar artıq adı çəkilən bankda vəsait saxlamaqda ehtiyat edirlər. Dələduzlar niyə məhz Kapital Bankı seçir? Qlobal Infoza danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun fikrincə, bu ilk növbədə həmin bankın ölkədə ən geniş istifadəçi bazasına malik olması ilə əlaqədardır. Stat: bu texniki zəiflikdən deyil, daha çox statistik ehtimalla bağlıdır. Yəni, phishing hücumları zamanı çoxlu sayda insanın məlumatına çıxmaq istəyən kiberdələduzlar ən çox istifadə olunan bankı seçirlər ki, şansları daha yüksək olsun. Mütəxəssis deyib ki, burada əsas məsuliyyət həm də istifadəçilərin üzərinə düşür. Buna görə də vacib olan əsas məqam maarifləndirmədir. Vətəndaş bilməlidir ki, heç bir bank əməkdaşı ondan kart məlumatı, PIN və ya SMS kodu tələb etmir. Belə hallar yaşandıqda həmin şəxslərlə danışmamaq, məlumat paylaşmamaq və dərhal aidiyyatı orqanlara xəbər vermək ən düzgün addım olacaq. Statın sonu. Məsələ ilə bağlı Qlobal Infoaz Kapital Banka sorğu ünvanlayıb. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.